Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif fizika dərsliyindən olan skalar və vektorial kəmiyyətlər mövzusu ilə tanış olacaq. Gəlin başlayaq. Bilirik ki, ümumiyyətlə fizikada əsasən fiziki kəmiyyətlər iki qrupa ayrılır. Skalar və vektorial kəmiyyətlər. Skalar kəmiyyətlər dedikdə biz ancaq onun qiymətindən danışırıq. Yəni onların yalnız qiyməti var. Vektorial kəmiyyətlər dedikdə onların həm qiyməti, həm də istiqaməti vardır. Növbəti slaydda siz görürsünüz yəqin ki, cədvəldə skalar və vektorial kəmiyyətlərin sırası göstərilmişdir. Biz bu kəmiyyətlərlə gələcək dərslərimizdə daha dərindən tanış olacağıq və siz onda tam aydın şəkildə biləcəksiniz ki, nəyə görə vektorial kəmiyyətlər bu kəmiyyətlər hesab olunur, nəyə görə də bu kəmiyyətlər skalar kəmiyyətlər hesab olunur. Amma ümumilikdə deyə bilərik ki, skalar kəmiyyətlər yalnız qiyməti var. Yəni biz bu kəmiyyətlərdən danışdıqda yalnız qiymətindən danışırıq. Amma vektorial kəmiyyətlərdə isə həm qiymətindən, həm də istiqamətindən danışırıq. Növbəti dərsimizdə biz sizinlə yol və yer dəyişmə anlayışını tanış olacağıq və siz orada görəcəksiniz ki, yolda danışdıqda məsəl üçün biz deyə bilərik ki, mən 5 kilometr yol getmişəm. 5 kilometr yol dedikdə biz burada yalnız qiymətindən danışdıq. Amma yer dəyişmədə deyəndə biz deyəcəyik ki, məsəl üçün mən 10 kilometr sağa tərəf hərəkət etmişəm, 10 kilometr cənuba doğru hərəkət etmişəm. Mən artıq burada həm qiymətindən, həm də istiqamətindən danışdığımdan bu vektorial kəmiyyət hesab olunur. Bu dərsimizdə biz həmçinin sizinlə qüvvə anlayışına tanış olacaq. Qüvvə anlayışını siz keçmiş siniflərdən, təbiət dərsindən də tanış olmusunuz. Siz bilirsiniz ki, qüvvə bir cismin digər cismə təsirini xarakterizə edən fiziki kəmiyyətdir və qüvvəni biz şəkillərdə də görə bilərsiniz. Əgər bir cisim digər cismə təsir göstərirsə, bu zaman ona qüvvə göstərmiş olar. Qüvvələr məsəl üçün baxın, bir istiqamətə sağa tərəf dartılır, bir istiqaməti həmçinin sağa tərəf itələnir. Yəni bunlar hamısı qüvvə hesab olunur. Qüvvəni görürsünüz yəqin ki, bax, bir tərəfdən dartılır, bir tərəfdən də itələnir. Bunlar burada həmin insan cisim üzərində müəyyən qüvvə göstərmiş olur. Həmçinin biz qüvvəni iki cisim arasındakı qarşılıqlı təsiri xarakterizə edən fiziki kəmiyyət də götürə bilərik. Yəni bu qüvvələr adətən təbii ki, çox cisimlər arasında da ola bilər, amma əsasən iki cisim arasında qarşılıqlı təsir varsa, bu zaman burada da qüvvələr meydana çıxır. Bizdən soruşulur, hansı qüvvələri tanıyırsınız? Qüvvələrin ümumiyyətlə əsasən iki növü var. Toxunma ilə yaranan qüvvələr və toxunma olmadan yaranan qüvvələr. Toxunma ilə yaranan qüvvələrə biz daxildə elastiklik qüvvəsi, Arximed qüvvəsi, dartı, reaksiya, sürtünmə, havanın müqavimət qüvvəsi, qaltırıcı qüvvə, gərilmə qüvvə. Təbii ki, biz bunlarla sizin gələcək dərslərimizdə daha yaxından tanış olacağıq. Yəni bu qüvvələr birbaşa cismə toxunma vasitəsilə təsir göstərir. Baxın, burada verilmişdi bizə. Yəni toxunma qüvvələrə cisimlərlə birbaşa toxunma olur, yəni birinci təmas olur. Məsələn, əzələ qüvvəsini sürtünmə hərəkəti zamanı sürtünmə qüvvəsini müəyyən edə bilərik. Məsələn, əzələlərin təsirlə yaranan qüvvə. Bu zaman təbii ki, cisim mütləq cismə toxunma baş verməlidir. Amma hər hansı bir qutunu hərəkət etdiyimiz zaman onun əksinə yönələn qüvvə meydana çıxır. Biz onu gələcək dərslərdə keçəcəyik. Bu zaman sürtünmə qüvvəsidir. Sürtünmə də qüvvəsi də cismin mütləq şəkildə səthinə təması nəticəsində baş verir. Toxunma olmadan qüvvələrə isə maqnit, elektrostatik, gravitasiya bu qüvvələr əslində toxunma olmadan baş verir. Məsələn, maqnit tərəfindən biz cisimləri cəzb edirik. Cisimlər maqnit tərəfindən cəzb olunduğu halda ilk öncə onlar arasında heç bir toxunma baş vermir. Həmçinin darağı saçımıza toxundurub sonra müəyyən kağız parçacıqlarına yaxınlaşdırdıqda bu zaman kağız hissələri darağa yaxınlaşır, cəzb olunur. Burada da əvvəlcədən heç bir toxunma baş vermir. Həmçinin cazibə qüvvəsi cisimlər arasında müəyyən cazibə qüvvəsi vardır. Bilirik ki, yer bütün cisimləri özünə cəzb edir. Orada da biz bu qüvvəni, bu təsir qüvvəsini görə bilmirik. Sadəcə bilirik ki, bunlar gravitasiya qüvvəsidir və burada da heç bir toxunma olmadan baş verir. Toxunma ilə baş verən qüvvə dedik ki, mütləq şəkildə cisimlər arasında qarşılıqlı təsir və toxunma olmalıdır. Baxın, toxunma ilə yaranan qüvvələri müxtəlif göstərə bilərik. Məsəl üçün, at arabanı dartır. Burada ip vasitəsilə arabaya toxunub və onu dartmağa çalışır. Həmçinin burada da öküzün
arabanı dartdığı kimi. Eyni ilə burada insanların hər hansı bir arabanı önə doğru itələdiyi zamanda burada toxunma baş verdiyinə görə biz burada deyə bilərik ki, toxunma ilə yaranan qüvvələrdir. Lakin elə qüvvələr vardır ki, orada heç bir toxunma baş vermir. Bu toxunma olmadan yaranan qüvvədir. Məsəl üçün, atomun nüvəsinə baxsa, elektronlar atom ətrafında hərəkət edir və o atomun nüvəsi tərəfindən cəzb olunaraq hərəkət edir və bu zaman biz bu cəzb etməni toxunma olmadan müşahidə edirik. Yəni, burada heç bir toxunma baş vermir, sadə cəzb etmə qüvvəsi yaranır. Toxunma olmadan qüvvələrə nüvə qarşılıqlı təsir qüvvəsi, ağırlıq qüvvəsi, maqnit qüvvəsi, elektrik qüvvəsini misal göstərə bilərik. Baxın, görürsünüz, maqnitlər arasında yaranan maqnit qüvvəsini, maqnitlərin bir-birini cəzb etməsi, itələməsi zamanı yaranan qüvvələr toxunma olmadan baş verən qüvvələrdir. Həmçinin cisimlərin yerə düşməsi, yer cisimləri cəzb edir, nəticədə cisimlər yerə düşür. Bu zamanda yaranan qüvvələr toxunma olmadan olan qüvvələrdir. Həmçinin bayaq dediyimiz misal, kağız qırıntılarını saça sürtülmüş darağa doğru cəzb olunması, bu zamanda heç bir toxunma yaranmır və bu qüvvələr meydana çıxır. Ümumiyyətlə, qüvvələrin bir neçə təsiri vardır. Qüvvə cismi hərəkətə gətirir. Yəni, biz hər hansı bir cismi hərəkət etdirmək istəyiriksə, ona müəyyən qüvvə göstəririk. Məsələn, müəyyən cisim sükunətdədirsə, o hərəkətə gəlir, lakin hərəkətdədirsə, biz onu sürətləndirə bilərik. Həmçinin qüvvələr cismin ölçü və formasını dəyişir. Məsəl üçün, hər hansı bir elastik yayın dartılması və yaxud sıxılması, metal çubuğun əyilməsi, məsələn, çəkic döyəclərlə evi əzirik. Bu zamanda bunun həm ölçüsünü, həm də formasını dəyişmiş oluruq. Qüvvə hərəkət edən cismin istiqamətini dəyişir. Tutalım ki, top sağa doğru hərəkət edirsə, sən onu ayağına sola tərəf hərəkət etdirə bilərsən və yaxud top hərəkət etmirdirsə, dayanmışdırsa, sən onu vursan, müəyyən istiqamətə doğru hərəkət etdirə bilərsən. Bunlar hamısı qüvvənin təsirlərinə aiddir. Qüvvə hərəkət edən cismi dayandırır. Tutalım ki, top hərəkət edirdi, sən onun əlini də tutaraq onu dayandıra bilərsən. Və bütün bunlar qüvvənin təsirinə aiddir. Ümumiyyətlə, qüvvələr F hərfindən işarə olunur. Vektorial kəmiyyətdir. Çünki biz burada qüvvənin həm qiymətindən danışırıq, həm də istiqamətindən danışırıq. BC-də vahidə 1 Newton qəbul olunmuşdur alimin şərəfindən. Yəqin ki, görürsünüz, şəkildə biz qüvvənin qiymətindən danışırıq. Mütləq qiyməti verilir bizə, istiqamətə verilir. Yəni, biz bilməliyik ki, bizim göstərdiyimiz qüvvə hansı tərəfə doğru istiqamətlənmişdir. Bir tətbiq nöqtəsi, yəni biz əlimizlə həmin cismin hansı nöqtəsinə doğru toxunmuşuq, hansı nöqtəsinə doğru yönəlmişik. Bax, bu cür təyin olunur və qüvvənin vahidi dedik Newtondur. Newton alimin şərəfinə adlandırılmışdır. Qüvvəni ölçən cihaz dinamometrdir. Dinamometr vasitəsilə biz qüvvələrin cismə təsir göstərən qüvvənin qiymətini müəyyənləşdirə bilirik. Qüvvə üç xüsusiyyətinə görə təyin olunur. Dedik, qüvvənin həm qiyməti olmalıdır, istiqaməti olmalıdır, bir tətbiq nöqtəsi. Qüvvənin qiymətini adətən biz oxun uzunluğu ilə müəyyənləşdiririk. Əgər oxu böyük, uzun çəkmişiksə, bu zaman qüvvənin qiyməti daha böyükdür. Əgər kiçik çəkmişiksə, bu zaman qüvvənin qiyməti daha kiçikdir. Qüvvənin istiqaməti dedikdə biz, yəni qüvvəni hansı istiqamətə doğru yönəldirik? Yəni bizim göstərdiyimiz qüvvə cismi hansı istiqamətə doğru yönəldirsə, bu qüvvənin istiqaməti olur. Məsəl üçün, şəkildə tennis topu yuxarı doğru hərəkət etdiyindən qüvvənin istiqaməti də həmin istiqamətdədir və vektor şəklində göstərilir. Bütün qüvvələrin istiqaməti vektorla təsvir olunur. Vektor ox şəklində çəkilir. Baxın, görürsünüz. Məsələn, burada 3 Newton, 4 Newton qüvvələr göstərilmişdir. Və biz burada müəyyənləşdirə bilirik ki, oxun uzunluğu müəyyənləşdiririk ki, burada qüvvə daha böyükdür. Və həmçinin istiqaməti də müəyyənləşdirir ki, qüvvəmiz hansı istiqamətə doğru yönəlmişdir. Qüvvənin tətbiq nöqtəsi dedikdə, qüvvə cismin hansı hissəsinə tətbiq olunmuşdur, yəni hansı hissəsindən çəkilmişdir, hansı hissəsinə doğru yönəlmişdir deyə bilərik. Nəzərdə tutulur. Məsəl üçün, şəkildə raketka tərəfindən tennis topuna göstərilən qüvvə topun məsəl üçün mərkəzinə tətbiq olunmuşdur. Qüvvənin qiyməti, yəni cismin hansı miqdarda, nə qədər qüvvə tətbiq olunmuşdur. Yəni, neçə Newton qüvvə tətbiq olunduğunu biz onu müəyyənləşdiririk.
Şəkildə tennis topuna müəyyən miqdarda qüvvə təsir göstərir. Bu da adətən vektorun uzunluğuna bərabərdir. Yəni vektorun uzunluğu böyük olduqca daha böyük qüvvə təsir göstərilir, müəyyənləşdirilir. Çalım cismə eyni zamanda bir neçə qüvvə təsir göstərə bilər və biz bu qüvvələri təsirini müəyyənləşdirmək üçün, ümumi təsirini müəyyənləşdirmək üçün bir qüvvə olan əvəzləyici qüvvə anlayışından istifadə edirik. Əvəzləyici qüvvə F indeksində V şəklində yazılır və biz əvəzləyici qüvvəni həmin bu qüvvələri ümumi nəticəsini təyin edirik. Ümumiyyətlə cismə müxtəlif istiqamətlərdə eyni zamanda müxtəlif istiqamətlərdə qüvvələr təsir edə bilər. Məsəl üçün təyyarənin hərəkətinə baxsaq, orada önə doğru dartı qüvvəsi, arxaya doğru havanın müqavimət qüvvəsi, yuxarıya doğru mühərrikin qaldırıcı qüvvəsi, aşağıya doğru isə ağırlıq qüvvəsi təsir edə bilir. Baxın, burada həmçinin gəminin hərəkətinə baxsaq, gəmiyə də bir neçə istiqamətdə qüvvələr təsir edir. Sürtünmə qüvvəsi hərəkətin əksinə yönəlir. Ağırlıq qüvvəsi hərəkətin aşağıya doğru yönəlir. Dartı qüvvəsi yönəlmişdir önə doğru mühərrikin dartı. Havanın müqaviməti qüvvəsi həmişə hərəkətin əksinə yönəlir. Qaldırıcı qüvvə də həmçinin göstərilmişdir. Suyun qaldırıcı qüvvəsi. Yenə də burada həmçinin maşında da bir neçə qüvvələr təsir göstərə bilər və biz bu qüvvələri ayrı-ayrılıqda sizinlə geniş formada öyrənəcəyik və siz onları artıq daha yaxşı biləcəksiniz ki, hər bir qüvvə hansı istiqamətə doğru yönəlir. Əgər biz qüvvələrin əvəzləyicisini təyin etmək istəyiriksə, mütləq şəkildə qüvvələrin istiqamətinə baxmalıyıq. Əgər qüvvələr eyni istiqamətə doğru yönəlibsə, bu zaman qüvvələrin əvəzləyicisi həmin qüvvələrin cəminə bərabər olur. Yəni baxın, biz burada 110 Newton, 90 Newton, bir də 100 Newton qüvvələr görürük və görürük ki, bu qüvvələr eyni istiqamətə doğru yönəlib. Əgər bizdə əvəzləyici qüvvəni soruşsa, biz onda bunların hər birini toplamalıyıq. Toplayıb yekun nəticəyə gəlirik və aldığımız nəticə bizim üçün əvəzləyici qüvvə hesab olunur. İkinci qayda da odur ki, əgər qüvvələr əks istiqamətdə yönəlibsə, bu zaman qüvvələrin əvəzləyicisi böyük qüvvə ilə kiçik qüvvənin fərqinə bərabər olur. Bu zaman amma yekun istiqamət isə böyük qüvvə istiqamətindədir. Məsəl üçün baxın, 1 Newton, 2 Newton. Bunlarda bilirik ki, eyni istiqamətdir. Burada topladıq 1-2 Newton, topladıq 3 Newton. Amma bəzən ola bilər fərqli istiqamət. 2-3 məsəl görürsünüz ki, əks istiqamət. Biz bu zaman böyükdən kiçiyi çıxacağıq, 3-dən 2-ni yazacağıq 1 Newton. Amma istiqamət olaraq təbii ki, böyük qüvvənin tərəfinə. Yəni, böyük qüvvə sağ tərəfdədirsə, yekun istiqamətimiz də sağ tərəfdə olacaq. Yenə də burada görürsünüz, bir tərəfə 9 Newton, bir tərəfə 5 Newton qüvvə tətbiq olunmuşdur. Yekun əvəzləyici qüvvə götürəcəyik onların fərqi, yəni 900-dən 500-ə çıxacaq, cavab olacaq 400 Newton və yekun istiqamət də təbii ki, sağa tərəf olacaq. İndi bizdə müəyyən tapşırıqlar verilmişdir. Gəlin bu tapşırıqları sizinlə birgə edək. Təbii ki, biz qüvvələrin haqqında daha geniş məlumatı gələcək dərslərimizdə əldə edəcəyik. Onların növlərini tanışacaq. Sadəcə bugünkü keçdiyimiz mövzudan əsasən biz burada qüvvələrin növünü müəyyən edək. Deyək ki, hansı şəkildə qüvvə mövcuddur? Baxsaq birinci şəkildən görərik ki, təbii ki, burada qüvvə mövcuddur. Burada ağırlıq qüvvəsi ola bilər, sürtünmə qüvvəsi ola bilər. Yəni, qüvvə olmasa bu cisim hərəkətə gələ bilməz. Ona görə də burada mövcuddur. Bir ox işarəsi qoyaq. Həmçinin, bax, yerləncəyin hərəkəti. Bir insan digər insana təsir göstərir və nəticədə yerləncəyi hərəkətə gəlir. Burada da deyə bilərik ki, burada da qüvvə mövcuddur. Ağacdan almanın düşməsi. Ağacdan almanın düşməsi və almanın yerə doğru hərəkət etməsində də qüvvə mövcuddur. Bu zaman cəzb etmə qüvvəsi yaranmışdır. Topun yuxarıdan aşağıya doğru hərəkət etməsi, mail müstəvi üzrə hərəkət etməsi zamanıdır. Burada ağırlıq qüvvəsi var, bizdə həmçinin sürtünmə qüvvəsi var, reaksiya qüvvəsi var. Burada da müəyyən qüvvə mövcuddur. Daş müəyyən səth üzərində qoyulmuşdur və biz burada deyə bilərik, burada da reaksiya qüvvəsi var, həmçinin toxunma olduğuna görə sürtünmə qüvvəsi də var. Təbii ki, daşın yerdə olmasının səbəbi yerin cəzb etmə qüvvəsidir demək olar. Həmçinin çamadanın hərəkətə gəlməsi, orada da deyə bilərik qüvvədir. Əgər qüvvə olmasaydı, o çamadan heç bir zaman hərəkətə gəlməzdi.
yerində olduğu kimi qalardı. Şəkildə hansılar itələmə, hansı dartılma qüvvəsidir? Gəlin baxaq. Məsəl üçün, bu birinci şəkildə görürsünüz ki, hər hansı bir arabanı insan dartır. Bu zaman biz deyə bilərik ki, burada dartılma qüvvəsidir. Yəni istiqamətinə görə müəyyənləşdiririk. Burada dartılma qüvvəsidir. Həmçinin burada da ikinci şəkildə də dartılma qüvvəsidir. Bu şəkildə isə yəni arabanın önə doğru hərəkət edilməsində itələmə qüvvəsidir. Burada da həmçinin arabanın önə doğru götürülməsi itələmədir. Burada da həmçinin itələmədir. Yəni it əslində insanı önə doğru hərəkət etdirmək istəyir. Burada da həmçinin itələmə qüvvəsi götürə bilərik. Həmçinin pəncərənin açılması. Pəncərəni açmaq da itələmə qüvvəsinə aiddir. Pin dartılması dartılma qüvvəsinə aiddir. Həmçinin yerləncəyin hərəkəti itələmə qüvvəsidir. Çünki itələyərək yerləncəyi hərəkətə gətirir. Digər tapşırıqda deyir ki, bizə qüvvənin növünü təyin et. Biz yenə də deyirəm, gələcək dərslərini daha geniş formada keçəcəyik. İndiki bildiyimiz biliklərə əsasında deyə bilərik ki, maqnetin digər cisimlərə hərəkət etməsi maqnet qüvvəsidir. Burada biz yaza bilərik maqnet. Burada mühərrikin təyyarənin hərəkət etməsi. Təyyarənin hərəkət etməsində əslində bir neçə qüvvə təsir göstərir. Burada həm havanın müqavimət qüvvəsindən, dartı qüvvəsindən, həmçinin mühərrikin dartı qüvvəsi havanın müqavimət qüvvəsindən, mühərrikin qaldırıcı qüvvəsindən təsir göstərir. Cismin müəyyən səth üzərində qoyulması zamanı isə biz burada sürtünmə qüvvəsindən danışa bilərik. Önə doğru bizdə təbii ki, dartılma qüvvəsidir. Amma əks tərəfi isə biz burada sürtünmə qüvvəsindən danışa bilərik. Burada planetlərin günəş ətrafında hərəkət etməsi cəzb etmə, cazibə qüvvəsidir. Biz bunları daha geniş formada keçəcəyik. Burada isə oyuncağın qutunun içərisindən yuxarı doğru hərəkət etməsi təbii ki, burada elastiklik qüvvəsidir. Çünki burjun var və müəyyən yay var. Yay nəticəsində cisim yuxarı doğru hərəkət edir. Ona görə də burada deyə bilərik ki, bizdə elastiklik qüvvəsi mövcuddur. Şarların bir-birini itələməsi, cəzb etməsi, biz burada deyə bilərik ki, elektrik qüvvəsi vardır. Sonra paraşütün hərəkəti havanın müqavimət qüvvəsi götürə bilərik. Həmçinin ağırlıq qüvvəsi də götürə bilərik. Səthdə cismin göstərdiyi qüvvə. Biz burada deyəcəyik reaksiya qüvvəsi. Çünki səth müəyyən cismə müəyyən təsir qüvvəsi göstərir. Bu zaman bizdə olan qüvvə reaksiya qüvvəsidir. Həmçinin burada insanlar arasında yarışda göstərilən qüvvə dartılma qüvvəsidir. Bir-birlərinə təsir göstərərək yarışırlar. Və burada itələmə qüvvəsidir. Çünki arabanı önə doğru biz hərəkət etdirmək istəyirik. Topun suyun səthində hərəkəti, burada suyun müqavimət qüvvəsi də ola bilər. Yəni biz burada Arximed qüvvəsindən də danışa bilərik. Təbii ki, burada təkcə Arximed yox, həmçinin ağırlıq qüvvəsi də var. Arximed, ağırlıq və sair qüvvələrdən danışa bilərik. Növbəti tapşırıqda deyilir ki, hər bir şagirdin qüvvəsini F qəbul etsək, əvəzləyici qüvvə hansı istiqamətə doğru yönəlir? Təbii ki, əgər hamısının qüvvəsi eynidirsə, əvəzləyici qüvvə həmişə böyük qüvvə istiqamətində yönələr. Biz bilirik ki, burada sağda 2 nəfərdir, solda 1 nəfər. Təbii ki, əvəzləyici qüvvə sağa tərəf yönələcək. İkinci şəkildə baxsaq, sol tərəfdə 3 nəfər, sağ tərəfdə 2 nəfərdir. Onda yekun əvəzləyici qüvvə sola tərəf yönələcək. Sonuncu tapşırığı da yerinə yetirək sizinlə. Bizdə başlanğıc anda sükunətdə olan cismə şəkildəki kimi 4 qüvvə təsir edir. Bizdən soruşulur. Yəni ki, bizə 4 qüvvə təsir edirsə, təbii ki, biz bu qüvvələri verilir formasında yazmalıyıq. Bilirsiniz ki, məsələ həllində biz verilir tapmalı həlli şərtlərindən istifadə edirik. Yazsaq əgər biz sizinlə
Yazaq ki, verilir. Burada 4 dənə qüvvə var və hər bir qüvvəni qeyd edək. F1-i qeyd edək 9 Newton. Təbii ki, qüvvələri şərti olaraq biz qeyd edirik. Yəni buradakı rəqəmlər, yəni F1, F2 hansı birinin olması bir o qədər də əhəmiyyətli deyil. F2 13 Newton götürək. F3 8 Newton. F4 18 Newton qəbul edək. Tapmalı bizdən əvəzləyici qüvvəni soruşur. F əvəzləyici. Təbii ki, bunların hər birinin üzərində oxşarsı var. Bunu biləsiniz. Çünki ki, hər biri vektorial kəmiyyət hesab olunur. Gəlin, indi bu qüvvələri biz hesablayaq. Biz bilirik ki, sağ tərəfdə 2 qüvvə təsir göstərilmişdir, sol tərəfdə də 2 qüvvə təsiri göstərilmişdir. Biz ümumi əvəzləyici qüvvəni tapmış olsaq, əvvəlcə sağ tərəfdəki qüvvələri toplayarıq. Sağ tərəfdəki qüvvələri toplasaq, məsəl üçün 8 üstəgəl 18 eləyər. Sonra sol tərəfdəki qüvvələri toplayarıq. Sol tərəfdəki qüvvələr 13 ilə 9-dur. Sonra çıxarıq. Çünki bilirik ki, əks istiqamətdəki qüvvələr toplanır. Eyni istiqamətli qüvvələri topladıq, əks istiqamətli qüvvələri isə çıxırıq. Çıxdığımız zaman aldığımız nəticəyə baxaq. Yəni bizdə olacaq 8-dən üzərinə 18 gəliriksə, bu zaman eləyir 26. Çıxılsın. 13-ün üzərinə 9 gəlirik. 13-ün üzərinə 9 gələndə bizdə eləyəcək 22. Və bunu hesablayıb ilkin nəticə olaraq 26-dan 22, yəni 4 Newton almış olarıq. Demək, bizdə əvəzləyici qüvvənin qiyməti 4 Newtondur. İstiqamət olaraq görürük ki, sağdakı qüvvələrin cəmi daha böyükdür. Ona görə sağdakı qüvvələrin cəmi daha böyük olduğunu istiqamət sağa tərəf olacaq. Və deyilir ki, bizdə şəkildəki cisim hansı istiqamətə doğru hərəkət edir? Təbii ki, əvəzləyici qüvvə hansı tərəfə yönəlirsə, bu zaman cisimdə həmin istiqamətə doğru hərəkət edəcək. Yəni sağa tərəf hərəkət edəcək. Deməli, biz bu dərsimizdə sizinlə skalar və vektorial kəmiyyətlər anlayışı ilə tanış olduq. Həmçinin əvəzləyici qüvvə anlayışı ilə tanış olduq. Siz öyrəndiniz ki, əvəzləyici qüvvə hansı hərflə işarə olunur, hansı hallarda mövcuddur və biz qüvvənin hansı təsirlərini bilməliyik. Həmçinin bu mövzuya aid bəzi tapşırıqlara baxdıq. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.